Bu videoda süni intellektlə sıfırdan bir repartis yaradırıq. Musiqinin sözləri, musiqi, personaj, səhnələr və videoklip hamısını da masadan qalxmadan süni intellektlə generasiya edəcəyik. İlk olaraq bizə musiqinin sözləri lazımdır. Hər şey süni intellektlə edəcəyimiz üçün bu etapda chatbotdan istifadə edəcəyik. Ancaq bütün işi chatbota ötürmək olmaz. Biraz öz fikrimdən, biraz da chatbotun köməyindən istifadə edəcəm. Çünki yaxşı nəticə almaq üçün hazırki modellərin yaradıcılığı bəs eləmir. Ümumiyyətlə bunu bir qayda olaraq yadda saxlamaq lazımdır. Süni intellekt bir alət və ya işçidir. Onu istifadə edən şəxs daim onu yönləndirməli və idarə etməlidir. Mən rap janrına daha yaxın olduğum üçün bu proyektdə rap musiqisi hazırlamaq istəyirəm. Ona görə də əvvəlcə musiqinin ümumi fikrini dəqiqləşdirməliyik. Musiqi nə barədə olacaq? Hansı hissi verməlidir? Dinləyən adamda hansı atmosfer yaranmalıdır? Mən istəyirəm ki, bu musiqidə inkişaf yönümlü və həvəsləndirici bir fikir olsun. Keçək chatbot ekranına. İndi bu fikri chatbota verirəm. Tamamilə süni intellekt istifadə edərək bir musiqi proyekti hazırlayıram. Sözləri səninlə musiqini Suno ilə generasiya edəcəm. Səndən istədiyim altdakı məlumatlara əsasən bu musiqinin sözlərini hazırlamağındır. Ağlımda olan bəzi açar sözləri də əlavə edirəm ki, mahnının sözlərində həmin ifadələrdən istifadə eləsin. Məsələn, burada istifadə etmək istədiyim sözlər və fikirlər belədir. Musiqinin sözlərinin inkişaf yönümlü, həvəsləndirici olmasını istəyirəm. Bir insanın çətin anları, real və real olmayan dərdlər, daim irəliləyən biri olmaq, maneələrlə dayanmamaq, bir gəncin gündəlik fikirləri, gələcək qayğısı, bu günü yaşaya bilməmək. İndi isə janrı və musiqinin tipini dəqiqləşdirməliyik. Mənə modern, yaxşı səslənməsi olan və ilham verici bir musiqi lazımdır. Bunu da chatbota izah edirəm ki, sözlər sadəcə qafiyəli cümlələr olmasın, həm də musiqinin havasına uyğun olsun. Əlavə edirik promptumuza. Musiqinin sözləri modern, səslənməsi yaxşı və eyni zamanda motivasiya verən olmalıdır. Gəlin indi nəticəyə baxaq. Gördüyünüz kimi chatbot bizə ilkin versiyanı verdi. Hətta biraz da yaxşı verdi. Amma mən bunu olduğu kimi istifadə etməyəcəm. Çünki AI çox vaxt yaxşı başlanğıc verir, amma final nəticə üçün insan müdaxiləsi şərtdir. Artıq sözlərimiz hazırdır. İndi keçək musiqi tərəfinə. Burada istifadə edəcəyimiz tool Suno AI-dır. Hazırladığımız sözləri Suno AI-ya əlavə edirəm. Burada da sadəcə sözləri yapışdırıb generasiya etmirik. Sunodan yaxşı nəticə almaq üçün mahnının tərzini düzgün izah eləmək lazımdır. Ona görə yenidən chatbota qayıdırıq və ondan Suno üçün detallı bir prompt yazmağını istəyirik. Burada promptda musiqinin janrı, atmosferi, səs tonu, ritmi, vokal tərzi və ümumi enerjisi izah olunmalıdır. Yazdığımız prompta baxaq. Bu musiqini Suno ilə generasiya edə bilməyim üçün mənə detallı Suno promptu hazırla. Musiqinin janrı, tempini, sürətini, oxunuş tərzini, ifaçının səs tonallığını, nəqarətdəki effekti və qalan bütün detalları dəqiq formatda izah et. Mətn Sunonun icazə verdiyi ölçüdən çox olmasın. Əslində bir neçə istifadədən sonra bu hissələri özünüz yaza biləcəksiniz. Ancaq ilkin generasiyalarda daha yaxşı nəticə almaq üçün chatbota yazdırmaq məsləhətdir. İndi bu promptu götürüb Sunoya əlavə edirəm və generasiyaya başlayıram. Yaranan versiyalara qulaq asaq. Səhər açılır, suala düzülür sıra. Sabah mən kim olacam, çırpılır divara. Hamı qaçır, mən də qaçıram, hədəf uzaqda. Bugünü itirirəm sabahın sorağında. Bu pis deyil, amma tam istədiyim enerji burada yoxdur. İrəli addım davam. Yıxıldığım hər yerdən qalxmışam hər zaman. İrəli qorxu sadəcə duman çəkilib gedər. Bu artıq daha yaxşıdır. Səs tonu, ritm və ümumi atmosfer mənə daha uyğun gəldi. Bir rap dinləyicisi olaraq deyə bilərəm ki, daha yaxşı variantlar hazırlamaq olar. Amma mən bunu video üçün hazırlayıram deyə çox vaxt ayıra bilmədim. Videonun sonuna daha çox vaxt ayırdığım və daha yaxşı alınan bir nəticəni sizinlə bölüşəcəm. Yenə də bununla davam edə bilərik. İndi keçirik işin ən maraqlı hissələrindən birinə. Bu musiqinin məndə yaratdığı təsəvvürə əsasən personaj şəklini hazırlamalıyıq. Yəni bu musiqini oxuyan kimdir, necə geyinir, necə görünür, ümumiyyətlə klipdə hansı atmosferi verməlidir. Mən istəyirəm ki, bu personaj modern rap artist kimi görünsün. Turistik yox, daha real və vizual olaraq yadda qalan bir obraz olsun. Mənə görə də saçı saqqalı uzun və hardasa bizim gözümüzün alışdığı bir personaj. Gəlin promptumuza baxaq. Artıq musiqinin sözləri və musiqi hazırdır. İndi isə musiqiçinin, yəni artistin vizual görünüşünü hazırlamalıyıq. Mənim yazdığım xüsusiyyətlər əsasında personajın şəklini hazırlamaq üçün prompt yaz. Prompt Nano Banana modelində istifadə olunacaq. Qalan hissələri videonu saxlayaraq siz özünüz də detallı baxıb özünüzə uyğunlaşdıraraq yaza bilərsiniz. Burada əsas məsələ odur ki, personaj sadəcə rapper olmasın. Onun üzü, geyimi, enerjisi və ümumi vizual dili mahnının səsinə uyğun olmalıdır.
Chatbotdan aldığımız promptu image modelə istifadə edib personajın şəklini generasiya edirik. Okey, bir neçə variant hazırladıq. Bu variant məncə daha maraqlıdır. Səsə və mahnının havasına daha uyğun gəlir. Artıq bizim rap artistimizin vizualı da hazırdır. İndi artıq bizim musiqimiz var, artistimiz var. Növbəti mərhələ musiqinin klibini hazırlamaqdır. Klip ümumiyyətlə musiqidə danışılan məsələlərin vizual olaraq göstərilməsi deməkdir. Bəzən izləməsi daha zövqlü olsun deyə mövzudan kənar maraqlı kadrlarda əlavə edirsən ki, biz də bunu etməyə çalışacağıq. Məsələn, bizə belə səhnələr lazım ola bilər. Artistin kameraya rep oxuduğu səhnələr, şəhər atmosferi, qaranlıq studiya görüntüləri, ritmə uyğun hərəkətli kadrlar, yaxın plan üz ifadələri və əlavə vizual detallar. Burada məqsəd sadəcə gözəl şəkillər yaratmaq deyil, videonun musiqinin ruhuna uymasıdır. İndi bu səhnələr üçün prompt hazırlayıram və hər səhnənin vizualını ayrıca generasiya edirəm. Bu prosesdə təxminən 30-a yaxın səhnə hazırladım. Bəziləri əsas performans səhnələri olacaq. Bəziləri isə klibin atmosferini gücləndirmək üçün istifadə olunacaq. Artıq klip üçün vizual materiallarımız tamamilə hazırdır. İndi isə bütün şəkilləri videoya çevirmək vaxtıdır. Burada bütün vizuallara eyni yanaşmanı göstərmək düzgün olmaz. Çünki bəzi səhnələrdə personajın dodaq hərəkətləri musiqiyə uyğun olmalıdır, yəni sinxron olmalıdır. Bəzi səhnələrdə isə sinxronluğa ehtiyac yoxdur. Həmin səhnələr sadəcə atmosferi gücləndirməsi məqsədi ilə istifadə olunacaq. Ona görə səhnələri 2 yerə bölürəm. Bir hissə lip-sync səhnələr olacaq. Digər hissə isə sadəcə klip atmosferini yaradan görüntülər. Burada diqqət etdiyim əsas şey odur ki, personaj hər səhnədə çox dəyişməsin. Üz quruluşu, geyim tərzi, ümumi obraz mümkün qədər eyni qalmalıdır. Çünki AI ilə video hazırlayanda yaşadığımız ən böyük problem budur. Personaj bir səhnədə başqa insandır, digər səhnədə başqa insan. Ona görə də hər nəticəyə baxıram, uyğun olmayanları çıxarıram, yaxşı alınanları saxlayıram. Misal, bu yaxşı alınmış bir nümunədir. Bu isə yox. Qeyd edim ki, həm lip-sync üçün, həm də digər videolar üçün Kling modelini istifadə eləmişəm. Artıq videolarımız da hazırdır. İndi isə keçirik son mərhələyə. Bütün materialları birləşdiririk. Əlimizdə musiqi var, personaj var, səhnələr var, lip-sync olunmuş videolar var, həmçinin atmosferi gücləndirmək üçün lazım olan videolar var. İndi bütün bunları montaj edəcəyimiz tətbiqdə birləşdiririk və kəsb işlərinə başlayırıq. Burada əsas məqsəd görüntünü musiqinin ritminə uyğun kəsməkdir. Yəni kadrlar musiqiyə oturmalıdır. Sadəcə videoları yan-yana qoymaq kifayət eləmir. Bəzi yerlərdə performans səhnələrini, bəzi yerlərdə isə atmosfer görüntülərini istifadə edirəm. Keçidləri də çox şişirtmirəm ki, klip süni görünməsin. Və artıq final nəticəyə baxa bilərik. Gecə dərin şəhər yatır beynim yenə oyaq. Sabah uzaq görünür amma yol ayaq-ayaq. Dərdim biri gecə olur, biri çeynimdə səhnə. İçimdə bir səs deyir, geri dönmə get önə. Səhər açılır, suallar düzülür sıra. Addım davam, yıxıldığım hər yerdən qalxmışam hər zaman. İrəli, qorxu sadəcə duman. Duman çəkilib gedər, geriyə qalar inan. Yorulsam da gedirəm, ölüm qasada taqət. Hər kiçik adım mənə qazandırır cəsarət. Dünə məni saxlayan nə varsa artıq. Beləliklə biz masadan qalxmadan süni intellektlə sıfırdan tam bir musiqi proyekti hazırladıq. Musiqinin sözlərini chatbotla hazırladıq. Musiqinin özünü Suna ilə generasiya elədik. Daha sonra repartist generasiya olundu. Səhnələr hazırlandı, lip-sync videolar oldu və həmçinin atmosfer videoları hazırlandı. Və ən sonunda bunların hamısını montaj proqramında birləşdirdik. Bu prosesin ən maraqlı tərəfi odur ki, artıq bir insan tək başına masadan qalxmadan yaradıcı bir proyektin ilkin versiyasını hazırlaya bilir. Amma yenə də nəticəni yaxşılaşdırmaq üçün alətləri bilmək kifayət etmir. Seçim, fikir, fərqlilik, kreativlik kimi məsələlər hələ də insan tərəfdə qalır. Əgər bu video sizə maraqlı gəldisə, kanalın növbəti videolarını izləyə bilərsiniz. Süni intellekt alətləri və bu alətlərlə real proyektlər işləmək üzrə videolar bölüşməyə davam edəcəm. Görüşənədək.